oğlum məşğələ xəstəsi olduğuna görə baxılmır. Ayağından müalicə almır. İndi də həmən o güllə dəyən ayaq diz qapağına sınıq əməli gəlir, kista əməli gəlir. Dərmanlarla yaşayır mənim oğlum. Bu qədər insafsızlıq olarmı? Bərdə rayonunun Mollalı kənd sakini Əsenova Məlahət Kanal 21-ə müraciət edərək oğlu müharibə iştirakçısı Yusifov Hüseynin üzləşdiyi problemləri ictimailəşdirib. Ananın iddiasına görə oğlu Şuşa daşaltı əməliyyatı zamanı yaralanıb, gəllə beyin travması alıb və bu səbəbdən sosial müavinət alırmış. Lakin sonradan həmin sosial müavinətin kəsildiyi bildirilir. Ananın sözlərinə görə oğlunun diz qapağında güllə yarasından qaynaqlanan ciddi zədə var. Lakin Elmi Tədqiqat İnstitutunda həkim tərəfindən bu xəsarətin güllədən deyil, güya anadan gəlmə olduğunun bildirilməsi ailənin etirazına səbəb olub. Vətəndaş iddia edir ki, həkimin bu mövqeyi oğluna qarşı səhlənkar və ədalətsiz yanaşmadır. Ailə məsələnin yenidən araşdırılmasını, müharibə iştirakçısının sağlamlıq durumuna obyektiv qiymət verilməsini və kəsilmiş sosial müavinətin bərpa olunmasını tələb edir. Daha ətraflı vətəndaşın öz dilindən dinləyək. Mən Bərdə rayonu Mollalı kənd sakini Yusifov Hüseyn Naqidoğlu anasıyam. Həsənova Məlahət. Mənim oğlum müharibə iştirakçısıdır. Müharibə qutarandan mənim oğlum məşğələ xəstəsi gedir. Kələbeyin travması alıb məşğələ xəstəsi gedir. Hal-hazırda da dərman təsir altındadır. Ona görə də etibarnaməsi məndədir. Mən danışıram oğlumun yerinə. Mənim oğlum deməli qrup məşğələ xəstəsi getdiyi kələbeyin travması aldığına görə Şuşa daşaltısında yaralandığına görə buna qrup verilirdi. Bu qrupu gətirib dayandırdılar. Hal-hazırda mənim oğlum müharibə qutarandan məşğələ xəstəsi ola, həm də o ayağından aldığı güllə yarasına görə döymədiyimiz, kömək istəmədiyimiz qapı olmayıbdır. Deməli, elə səhiyyə, buradan Bərdə xəstəxanasına göndəriş alıb getmişik, bizi həmişə oğlumu geri qaytardılar ki, məşğələ xəstəsidir. Heç vaxt onu müalicə elədilər. Bu yaxınlarda mənim oğlum o güllə dəyən ayağından sınıq, kisva tapılıbdır. Buradan rengindən, MRT-dən, KT-dən keçib getmişik Elmi Tədqiqat İnstitutuna. Oraya dünənlərlə biz orada Bakıda olmuşuq. Həkim oğlumu qəbul eləyib, biz danışmışıq. Oğlum deyir ki, mənim ağlım üstündədir. Mən məşğələ xəstəsi olsam da mənim ağlım üstündədir. Mənim oğlum deyir ki, mən əskərlikdə heç bir şikayətim olmayıbdır. Həkimin sözünə belə çıxır ki, mənim oğlum anadan gəlmə qırıqdır. O güllə dəyən ayağında, diz qapağında anadan gəlmə qırıq əməli gəlibdir. Oğlum da həkimə deyir ki, ay həkim, məşğələ xəstəsi olsam da mənim ağlım üstündədir. Bu qırıq əgər mənim ayağımda olursa, mən hərbi xidmətdə, Naxçıvanda nətər xidmət eləmişəm, nətər 2 il təpik döymüşəm. Mən özümün ağlım hələ ki özümü idarə edir. Mən 6 ildir ağrı kəsicilərlə yaşayıram, indi tapılıbdır, sizin üstünüzə gəlmişik. Diz qapağında kista, şiş nə deməkdir? Bir dənə ağrı kəsici, bir də maz yazıbdır. Mənim həkim yəni belə dedi ki, hər həkimin özü fikir var. Biz orada dedik ki, ay həkim, nətər olur? Mən dedim. Mən anası dedim ki, ay həkim, axı biz elə həkimlərdən məsələn tanımışıq ki, deyirlər ki, o başqa deməli, müharibədə aldığı nəsə başqa bir şey ola bilər, xəsarət ola bilər o. Deyir ki, yox, hər həkimin özünün fikri var. Mənim fikrim budur ki, bu anadan gəlmə bu belə sümükdür. Nətər olur? Anadan gəlmə sümükdürsə, bu sümük. Bu oğluma heç ağrı vermədi. Bu oğlum hərbi xidmətdə nətər oldu? Məşğələ xəstəsi olduğuna görə oğlumu niyə belə yola verirlər? Halbuki bu oğlum müharibə qutarandan zarır ki, ay millət, ay Mehriban xanıma müraciət eləmişik. Prezidentimizə neçə dəfə müraciət eləmişik ki, mənim oğlum məşğələ xəstəsi olduğuna görə baxılmır. Ayağından müalicə almır. İndi də həmən o güllə dəyən ayaq o diz qapağına sınıq əməli gəlir, kista əməli gəlir. Dərmanlarla yaşayır mənim oğlum. Bu qədər insafsızlıq olarmı? Mən Mehriban xanımın köməkçisinin qəbulunda olum. Düzdür, sağ olsunlar. Katiblikdən bizə məktub gəldi. Amma hələ də mən oğlumun qrupuna görə ayağı belə, çiyin belə Naxçıvanda olur. Mənim oğlumun qolu çiyin, kürək sümüyündə qırıq var, sənət var. Oradan Naxçıvandan sənət gəlibdir xəstəliyi haqqında. Qılçası, ayağı belə, kəlləbeyin travması, özü də müharibə qutarandan ən ağır diaqnozlarından məşğələ xəstəsidir. Mənim oğlumun qrupu dayandırılıb. 80 manatla mən işləmirəm. Anası da mənəm, atası da mənəm, yiyəsi mənəm bu oğlumun. Bu nə ilə yaşasın? Olmuşam Mehriban xanımın köməkçisinin qəbulunda heç 10 gün
deyil. Orada danışmışam ki, mənim oğlum pisat elə vəziyyətdir ki, hesablarına bax demişəm, Bakıya gəlmişəm. Ay müəllim demişəm, mən gedib başqalarından pul dilənib sizin qəbunuza gəlmişəm. Nəylə yaşayaq? Mənim oğlum neçə gözü pirtvalıyıb, dərman atıqdır, doğruyub, niyə bu hala düşməlidir? Xidməti borcunda yaralanıb, artıqlaması ilə borcunu verib. Müharibədə gedib iştirak edib, yaralanıb, Şuşa daşaltısında yaralanmaq, oğlum gedəndə, belə kasıb oğlanlar gedəndə indi haqqını ala bilmir. Hamının haqqı, hamını verilən dolanışıq. 80 manatla niyə? Niyə bizi bu vəziyyətə salırsınız? Xahiş edirəm prezidentimizdən, xahiş edirəm Mehriban xanımdan. Ay Mehriban xanımın mən köməkçisinin qəbulunda oldum, dərdimi danışdım, xahiş edirəm. Bir nəticə çıxarılsın, haqq ədalət yeri tapılsın. Axı mənim oğlum artıqlaması ilə vəzifəsini yerinə getiribdir. Hanımla verilən köməklik, hanımla verilən həyat. Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir. Tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.